İmam Rıza əleyhissalamın mübarək həyatı. Hicri qəməri ilinin 148-i Zilqədə ayının 11-də Mədinə şəhərində Musa ibn Cəfərin evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə aldı. Həzrətin adı Əli, məşhur ləqəbi Rıza, künyəsi isə Əbul-Həsəndir. Həzrət Rızanın atası müsəlmanların 7-ci imamı Musa-i Kazım, anası isə Nəcmiyyə xanım olmuşdur. Uşaqlıq çağından etibarən atası İmam Kazım ilə birlikdə idi. İmam Musa-i Kazım həmişə öz əshabına belə buyurardı: "Məndən sonraki imam budur." İmamlıq müddəti 21 il olmuşdur. İmamlar hamının onları görə biləcəkləri şəkildə yaşayırdılar. Belə ki, onları görən hər kəs ixtiyarsız olaraq Allahın Rəsulunu xatırlayırdı. Öz növbəsində İmam Rıza da fərdi və ictimai həyatında Peyğəmbərimizin yüksək əxlaqını nümayiş etdirirdi. İbrahim İbn Abbas uzun illər imamın yanında olub və onun sahib olduğu ilahi feyzdən bəhrələnib. O, İmam Rızanın əxlaqı barədə deyir: İmamın kimisə təhqir etdiyini, kiməsə əziyyət verdiyini, yaxud kiminsə sözü qurtarmamış onun sözünü kəsdiyini heç vaxt görməmişəm. Ehtiyacı olanların ehtiyacını ödəyər, heç vaxt başqasının yanında nəyəsə söykənməz, ayaqlarını uzatmaz, xidmətçilərlə yumşaq danışar, cəmaat arasında uca səslə gülməz, ağzının suyunu yerə atmazdı. İmam Rızanın əxlaqı barədə rəvayətlər. İmam fəqirlərə gizlicə kömək göstərməyə daha çox əhəmiyyət verərdi. O dəyərli şəxsiyyət çoxsaylı xeyirxahlıq edər, yoxsullara gizlində, gecənin qaranlıq çağı kimsənin görə bilmədiyi şəraitdə əl tutardı. Xidmətçiləri ilə süfrə kənarında yanaşı oturub yemək yeyərdi. İmamın xasiyyəti belə idi ki, xidmətçilər yemək yeyərkən yeməklərini yeyib qurtarana qədər onlara iş buyurmazdı. Möminlərin ehtiyaclarını ödəməyi, onların problemlərini həll etməyi öz əzdadlarının xeyirxah yolu hesab edirdi. Heç vaxt öz sözləri ilə kiminsə qəlbini qırmaz, sözünü kəsməzdi. İmam mömin və dostlarının ağır həyası və heysiyyətinə hörmətlə yanaşardı. Güləndə təbəssümlə gülər, heç vaxt qəhqəhə çəkməzdi. İmanlı insanların cənazəsinə hörmətlə yanaşardı. Süfrə salınıb yemək çəkilən zaman yeməyin ən yaxşısını fəqirlər üçün ayırar və onlara göndərərdi. Zahirdə təqva sahibi olaraq görünməkdən çəkinərdi. Gizlində özünə qarşı çox ciddi idi. İnsanlar arasına çıxarkən yaxşı paltar geyinərdi. Öz əzdadları kimi yüksək elmə sahib olan 8-ci imama Məhəmməd sülaləsinin alimi ləqəbini vermişdilər. İmam Rıza həmçinin böyük mənəviyyət sahibi idi. Belə ki, gecələr az yatar, gecənin çox hissəsini ibadətlə keçirərdi. Ayın günlərinin çoxunu oruc tutardı. Xüsusilə də hər ayın əvvəlində, ortasında və sonunda oruc tutar və buyurardı: Bu neçə günü oruc tutan şəxs bütün ömrü boyu oruc tutmuş insan kimidir. Səzdələri olduqca uzun olardı. Belə ki, sübh namazından sonra səccadəsi üzərində oturub, günəş çıxana qədər ibadət edər, Allaha həmd edər, Peyğəmbərə salavat göndərib şükür səzdəsi edərdi. Beləcə gün qalxana qədər davam edərdi. Qur'an-ı Kərimi çox oxuyardı. İmam Qur'an-ı Kərimlə o qədər çox ünsiyyətdə olardı ki, hər bir suala Quran ayələri ilə cavab verər, çəkdiyi hər bir misal Qurandan olardı. Qur'an-ı Kərimdə cəhənnəm atəşi haqqında olan ayələrə rast gələndə ağlayar, Allahdan ona cənnət nəsib etməsini istəyər, cəhənnəm atəşindən Allaha pənah aparardı. Hər namazı əvvəl vaxtda qılardı. Oruc olduğu vaxtlarda əvvəl namaz qılar, sonra iftar edərdi. Allaha and olsun, ondan çox təqva sahibi olan, bütün vaxtlarda Allahı zikr edən, Allaha qarşı itaətsizlikdən daha çox qorxan bir kişi görmədim. Hər 3 gün ərzində Qur'an-ı Kərimi bir dəfə xətm edərdi.
Bütün bu deyilənlərlə yanaşı qeyd etmək lazımdır ki, İmam Rızanın belə şəkildə ibadətlə məşğul olması tərki dünyalıq, Allaha belə tərzdə bəndəlik etməsi, ictimai məsuliyyətlərdən qaçmaq və həyatın reallıqlarından uzaqlaşmaq üçün bəhanə sayılmayıb. Əksinə təqvanın yüksək məqamı və ibadətin ali dərəcəsi ilə yanaşı, qurucu insan kimi elmi və ictimai səhnədə də aktiv fəaliyyətlə məşğul olurdu. Xalqın imama olan sevgi və məhəbbətinin günü-gündən çoxaldığını görən zalım xəlifə, xilafətin əldən getməsindən qorxub, yeganə çıxış yolunu İmam Rızanı şəhid etməkdə görürdü. Hicri qəməri tarixi ilə 203-cü il Səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən Xorasanda zəhərləndirilərək şəhadətə yetişir. Bu zaman imamın 55 yaşı olub. O imamın müqəddəs məzarı İranın Məşhəd şəhərindədir.